Sənə üz tutmuşam, qəlbim aram, cismim aram, nəfəsim aram. Günümü sənin bəndəçiliyinlə açıram. Hər azan əsəndə pəncərələr açılır, təcəllin qəlbimi coşdurur. Hər adını səsləyəndə kəlmələr ətir saçan müşk kimi ətrafa yayılır. Kaş bütün ağızlarla səni səsləyə biləydim. Yenə də sənə doğru addımlayıram. Hər bir səcdə, hər bir qılınc səni mənə sevdirir. Həyat səninlədir, həyat məhz o andır. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Salam əziz izləyicilər, yenə də sizləri Təcəlli proqramından salamlayıram. Allah Teala'dan bu gözəl günlərdə, nurani günlərdə bizlərin bağışlanmağımızı və həmçinin namazlarımızın, oruclarımızın, ibadətlərimizin qəbul olmağını diləyirəm. Və bizləri bağışlamaqla incitdiyimiz o İmam Zamanımızın qəlbinin sevincini Allah'tan istəyirəm. Bugünkü qonağımız Həzrəti Höccətül İslam vəl Müslimin Həzrəti Ustad Saivər cənablarıdır. Selamun aleyküm və rəhmətullah. Xoş gəlmişsiniz Ustad. Aleykümselam və rəhmətullah. Mən də siz hörmətli cənaba, əziz tamaşaçılara salam ərz edirəm və oruclarının qəbul olmaqlığını, dualarının qəbul olmaqlığını, taatlərinin qəbul olmaqlığını Allah'tan istəyirəm. Minnətdarım. Ustad, biz öncəki də proqramlarda Şəbaniyə xutbəsi barəsində Həzrəti Peyğəmbərimiz orucluq barəsində bu xutbələrdə nələr buyurmuşdu? Bir neçə bəndin sizlərlə, sizin xidmətinizdə oldum. Və bundan əlavə Həzrəti Peyğəmbər öz hədislərində orucluğun bizlər üçün qoyub getdiyi irsi necə adlandırır? Hansı irsi bizə orucluq, bu gözəl ay bizlər üçün qoyub və gedir? Buyurun xidmətinizdə. Bismillahirrahmanirrahim. Sual çox ali bir sualdır və eyni o sualı Peyğəmbər Allah'tan soruşubdu. Yəni Meyracda vaxtı Peyğəmbər Əkrəm Meyraca gedir. Bir Meyraca getmək var və mələkut aləmini görmək var. Bu müşahidə eləmək var. Bir də xüsusi suallara alim olmaq var. Meyracda o sual cavablar ki var, fərq eləyir adi hədislərindən. Adi hədisləri imamlar Peyğəmbər cəmaatın əqlinə uyğun danışılıbdır. Aslında hədis var ki, biz öhdəmizdədir ki, insanların səviyyəsinə uyğun danışır. Onlar dərk etdiyi dərəcədə. Dərk etdiyi dərəcədə. Amma Meyrac hədisi o cür deyil. Meyrac hədisi qidadır Peyğəmbərə. Ona görə sual cavabları da mühimdir. O suallardan biri ki, Peyğəmbər Meyracda Allah'tan soruşubdur. Hamam bu sualdır. Qalə, ya Rabbi və ma mirasus sum. Peyğəmbər soruşur ki, ey mənim Rəbbim, orucun irsi nədir? İrs, ona deyərlər ki, bir nəfər ölə nə qoyub gedibdir? Məsələn, birinin evi vardı, ölüb, vərəsəsinə evin qoyub. Buna evə deyərlər miras. Deyir ki, oruc ayı qutuldu, ona mən nə nəticə alacaq? Mənim həyatımda nə miras qalacaqdır? Sualı budur, və ma mirasus sum. Peyğəmbər Əkrəm buyurur ki, əs-sumu yurisul hikmə. Oruc hikmət irsi qoyar. Vəl hikmətu turisul mərifət. Hikmət də insana mərifət gətirər. Vəl mərifətu turisul yəqin. Mərifət də insana yəqin gətirər. Fəin istəygənəl əbdu, əgər bir bəndə yəqin halına yetişdi, daha la yubali keyfə əsbə. Bu da həyatla tanış oldu. Dünya və axirəti ilə tanış oldu. Bu aləmin sirri ilə tanış oldu.
aləmin hikməti ilə tanış oldu. Buna fərq eləməz. Əsbəhə bi usrin o bi yusrin. Həyatı çətinliklə bir yerdə olsun ya rahatçılıqla. Bu hər ikisini də Allaha vasitə bilir, ondan qidalansın, ondan inkişaf eləsin. Bu hədisdə görürük orucun irsini və Allah-u Teala hikmət sayırır. İndi bu hikmət ki buyurdunuz, neçə qismdən ibarətdir və bu hikmətin orucluqla nə əlaqəsi var? Hikmət sözü bir möhkəm söz danışmaqdır. İnsan o sözü ki, bu sözə zədə dəyməyə, naqıslıq dəyməyə. Yəni, irad tuta bilməsinlər həmin söz. Buna deyirlər möhkəm, hikmət ondan. Bəli. Bir də hikmətli söz. Şayad ikisi də bir-birlərinin əlaqəsi var. Hikmətli söz möhkəm olar. Bəli. Möhkəm söz o ancaq hikmətli söz olar. Bəli. İnsan bəzən bir sözlər danışar, elə bir saatdan sonra özü peşman olar. Özü peşman olar, hər başqası yox. Bu hikmətli söz deyil. Bəli. Bəzən sözlər insanlar arasan, Əmirül-Müminin Nəhcü Bəlağədə vurur, bəzi ağıllı ilə ağılsızın fərqi də buradadır. Ağılsız fikirləşər, danışar, ağılsız danışar sonra fikirləşər. O hikmət danışar, bu hikmət danışmaz. Bu sonra peşman olar sözündən. Bəzən insan sözündən peşman olar. Bəzən insan yox, danışıq məsələsi biraz əhəmiyyət verib danışığına, diqqəti vardır. Amma bir 5-6 ildən sonra görə sözü naqisdir. Çünki özü dirçələr, inkişaf eləyər, sözü ilə uyğun olmaz. Sözü qalar geçmişdə, özü gələr yuxarıya. Elmi nəzəriyyələr öcürdür. Bəli. İnsan bir mərhələdə bir nəzəriyyə yetişib, bir fərziyyə yetişib, görsən bir ömrünün axırında o nəzəriyyə dəyişir. Çünki özü böyüyüb, sözü qalıbdır. Bəli. Bəzən insan yox, sözü özündən böyükdür. Bir ayrısı gələr bunun sözünü tənqid edər. 200 il, 300 il bu söz qalar bəşəriyyət aləmində. Böyük nəzəriyyələr məsələn belənçi olar. Atalar məsələ bəzən belənçidir. Bəzən yox, bir sözdür, tarix vermək olmaz ona. Həmişəlikdir. Həmişəlik. Buna deyirlər hikmət. Çünki möhkəmdir. La yətihil batil min beyni yədək və min xəlfi. Buna batil girməz. Nə qabağından, nə arxadan. Bu batil gəlməz buna. Buna batil nüfuz eləyə bilmir. Nüfuz eləyəmir. Qur'an həkimdir ona görə. Qur'an-ı həkim. Qur'an-ı həkimin səbəbi budur ki, ona həm möhkəmdir, batil ona nüfuz eləməz, həm hikmətdir içi. Yaxşı. Bu, lüğət mənasındır. Amma hikmət bir söz aləmində olar, bir davranış aləmində olar. Həman bu iki lüğət ki mənilədir, bu iki budağa bölünür. Bəzən insan bir söz danışar, sözü hikmətdir. Bəzən bir davranışı hikmətdir. Hər ikisinə biz həkim deyərik. Elə qədim dildə həkim nə indiki mənadadır. Həkim tibb elmi bilən mənasında, doktor mənasında da. Həkim yəni hikmət bilən. Nizami həkimdir, hikmət bilən. Sədi həkimdir, hikmət bilən. Bir də hikmətli yaşayan, yəni rəftarları da hikmət üzərindən olan. Pəs hikmət bir düşüncə aləmindədir. Adına deyirlər hikmət nəzəri aləmdə. Bir hikmət rəftar və davranış aləmindədir. Ona deyirlər hikmət əməli, praktiki. Praktiki, nəzəri və praktik. Hikmətin nəzəri o düşüncədir ki, bu düşüncə möhkəmdir. Quran niyə həkimdir? Çünki bir sıra maarif verir ki, maarifin məsrəf tarixi yoxdur. Belə deyək ki, Quranın məsrəf tarixi məsələn Peyğəmbərin dövründədir. Günəş timindir. Hər gün bu hər zaman üçündür. Hər gün üçündür. Köhnəlmir sözləri. Köhnəlmir, həmişəlikdir. Ona görə hikmətdir. Söz aləmində. Bəzi sözlər hikmətdir. Ona görə həmişəlikdir.
Bəzən sual soruşarlar. Məsələn, İmam Hüseyin niyə həmişə qalır? Bəli. Bir cəhəti budur ki, sözləri hikmətdir. Hələ ayrı cəhətləri də var. Bəli. O sözlər ki, İmam Hüseyin və imamın əshabı Kərbəlada danışıblar, bunlar adi sözlər deyil. Heyhat min nəzzillə heç vaxt köhnəlməz. Bəli. Biz haqqinə pəs nə qorxu var, heç vaxt köhnəlməz. Əhla minəl əsəl, Allah yolunda can vermək, baldan şimdi heç vaxt köhnəlməz. Ma rəaytu illa cəmilən, mən gözəllikdən başqa heç nə görmədim, heç vaxt köhnəlməz. Nəinki köhnəlməz, hələ əqillər istəyir ki, dərk eləsin ma rəaytu illa cəmilə. Bəli. Pəs bir nəzəri hikmət var, düşüncə aləmdə var. İkincisi də davranış hikmətidir, əməl. Baxın, insan davranışı müxtəlif qüvvələrdən irəli gələr. Əxlaq alimləri neçə qüvvə insanın davranışında araşdırıb kəşf ediblər. Bir şəhvət qüvvəsidir. İnsanın mümkündür davranışı o qüvvədən irəli gələr. Çünki biz adı istəyir o işi görür. Bəzi danışıqlara da diqqət edəsən, səviyyələri danışıqlar odur. Mən bunu sevirəm. Xoşum gəlir. Xoşum gəlir, nəinki yaxşıdır, pisdir. Bəzən bu deyir, bu iş məsləhətimədir, yaxşıdır. Bəzən o səviyyədə insan danışmır. Bu mən xoşum gəlir. Əsa ən tuhibbu şeyən və huvə şərrundakum. Əsa ən təkrahu şeyən və huvə xeyrundakum. Bəzən insan bizadı istəyər, amma zərər nədir. Bəzən bizadı acığı gələr, amma xeyri nədir. İndi bir xəstə mümkündür, bəzi dərmanlar acıdır, xoşu gəlməyə. Amma çün xəstəliyini sağaldar, o işi yerinə yetirər. Meyar yaşayışda bəzən xoşa gəlmək səviyyəsindədir. Bəzən meyar yaşayışda xoşa gəlmək deyil. İnsan yaxşı pis səviyyəsindədir. Bu mənə yaxşıdır ya pisdir. Bu mənim xoşum gəlir, xoşum gəlmir, o hissiyyat səviyyəsidir. İnsan çıxsa yuxarıya, o hikmət olar. Bəs bir qüvvə insana təsir qoyan şəhvət qüvvəsidir və bu ibarətlər, ifadələr də onun nəticəsidir. Bir qüvvə insan həyatında qəzəbdir. İnsan bəzən bəzi işləri, bəzi hərəkətləri qəzəb göstəriş verər. Hisslənər, söyüş verər, hisslənər, dalaşar, hisslənər, məsələn, adam öldürər, hisslənər, başqa bir hərəkətlər edər. O hərəkətlər, hamısı davranışlar qəzəbdən irəli gəlir. Necə ki, hepsi davranışlar şəhvətdən irəli gəlir. Bəzən insan xəyal aləmində yaşayar. Hərəkətlər də o səviyyədədir. Bu işi buna desinlər böyük. Aləmdə o böyük demək xəyali böyükdür. Həqiqi böyük insan içəridən inkişaf eləməkdir. Nəfsinin ruhunun inkişafıdır. Bir varlıqda böyümə var, bir xəyalda böyümə var. Bəzən insan xəyalda özünü böyüdər. O xəyal qüvvəsi bunu təsir qoyar və davranışına. Ona görə görsən, başqasından bizzatda gözləyər ki, xəyal qüvvəsidir. Özünü yuxarı aparar, özünü dartar hadisələrdə. Bunlar xəyalda. Pəs bəzən şəhvət qüvvəsidir, insanda təsir göstərər. Bəzən qəzəb qüvvəsidir, bəzən xəyal qüvvəsidir. Bunları əxlaq alimləri geniş izah ediblər. Kim istəsə Miracü's Səadiyə baxsın və buna oxşar kitablara. Amma bəzən insan əql hakimiyyət edir insanda. Vaxtı insan şəhvətini əqlə bağladı. Vaxtı qəzəbini əqlə bağladı. Xiyalını əqlə bağladı. O reallıq dalınca oldu. Nə xiyali istək dalınca. Bu, onlar həkim. Hikmətli yaşayan. Pəs əgər düşüncəsi möhkəm oldu, subutlu düşüncə oldu, əsaslı sözlər oldu ki, bir gün növdən peşmançılıq yaranmadı danışığında. Bu söz oldu ki, tarix boyu o söz danışmalı söz oldu. O da o söz olar ki, subut olar, arxası olar. Söykənəcəyi bir arxa olur. Hikmət. Əgər davranışda insan qəzəbdən xəlas oldu, şəhvətdən xəlas oldu, xəyaldan xəlas oldu, bu da yine hikmət yaşayışıdır. Pəs bir hikmət düşüncəsi var, o adam olar həkim. Bir hikmət yaşayışı var, yine de o adam olar həkim. Pəs bizim
bəzi həkimlər var, hər ikisi sahədə həkimdirlər. Həm nəzəri sahədə, həm praktiki sahədə. Hikmət bu deyil. Bəzilər mümkündür nəzəri sahədə hikmət sözləri dərk ediblər biraz, amma əməli sahədə hələ o hikməti ki, əməli sahədə öz qəzəbindən xəlas olsunlar, bunlar hələ yoxdur. Amma adətən bunlar bir-birlərinin əlaqəsi var. Yəni olmaz çox da insan nəzəri sahədə hikmətə malik olur, amma əməli sahədə heç nə olmuyor. Amma var, yenə də mümkündür. Bunlar iki sahədirlər insanda. Bu iki hikməti ki, biz eləyə bilirik, dində tapaq, dini qaynaqlarda tapaq. Hədis buyurur ki, orucun mirası, irsi nədir? Hikmətdir. İnciraq. Bunların arasında nə əlaqə var? Nə əlaqə vardır? Bundan nə cür nəticələnir? Baxın, nəzəri hikmətdə insan havaq eləyə bilər aləmi ilə tanış olsun həqiqi mənada. Bir növ aləmşinas olsun, kainatşinas olsun. Bir növ həqiqətşinas olsun. Deyir, o vaxt ki, sən biraz mədəni uzaqlaşdırasan həyatından. Səndə, onda hikmət səndə yaranar. Sən eləyə bilsin, bədən tələbatı minimuma çatdırasan və ruhi biraz çəlmağına şərait yaradasan, onda nəzəri hikmət səndə yarana bilər. Niyə? Çünki təfəkkür yola düşər, startı vırılar, fikrin, əqli yönəlməğa, subut axtarmağa, bunlar həyatında fürsət açar, vaxt açar, nəzəri hikmət bücürdür. Oruc fürsət verir insanın ruhi təfəkkürü işə düşsün. Düşünməyinə şərait yaradır. Şərait yaradır. Ona görə hədislərdə vardır ki, la təctəmi'ul bitnətu vəl fitnə. Fitnə yəni hüşlülük zəka. Bitnə yəni çox yemək. Çox yeməklə zəka tutmaz. İstəsə insan dahiliğə tərəf getsin, zəkaya tərəf getsin, gərək mədəsini kontrol eləyə, bədənini kontrol eləyə. Kontrol eləməsə, sən fürsət yaranmaz, ruh təfəkkürü düşünməyə gəlsin. Ona görə orucun mirası hikmətdir, bu nəzəri hikmətdir. Aləmin əsrarına fürsət yaranar da, tanısın. İnsan bu varlıq aləmi barəsində düşünməyə fürsət yaranar. Ona görə orucluq fürsət ayda demək olar. Orucluğun bu bir geniş bəhsidir. Bir fürsəti bu həmin nəzəri hikmətdir. Digər məsələ budur ki, insan orucluqda o məvani ki, maneələr ki, düşüncəsi nə var, onları da bərtərəf eləyər, aradan aparar. İnsanın düşüncəsinə maneələr var da. Təfəkkür elədi, mümkündür, qəflət elədi. Bəzi insanlar var, istedadları yaxşıdır. Amma o qədər ayrı sahələrə məşğuldurlar, o istedad inkişaf eləməz. O istedad maneə üzbə gəlibdir. Oruc o maneə də silər. Pəs oruc həm fürsətdir təfəkkura, həm maneə ki təfəkkura vardı, onlar da aradan. Ona görə bunlar ikisi də nəzəri hikmətin istiqamətindədir. Oruc mirası hikmətdir. Amma orucun mirası, dedik, bir də əməli hikmətdir. Baxın, əməli hikmətin ruhu qeydir iradiyə, əqli iradiyə. İnsan düşüncə, əqilli yaşaya, qəzəbli yaşamaya, interes hissiyyatla yaşamaya. Həmin o qəzəb qüvvəsinin kontrolu vasitəsilə. Kontrol var. Şəhvət döcür, xəyal döcür. Bu, orucda təbii sənin iradın böyürüyor. Balacələşmir, böyüyür. Mən onlar ki, oruç tutmurlar, onları zəif bilirəm, nəinki onları güclü bilirəm. Onlar hələ özlərinə hakim deyirlər. Öz iradələrinə malik deyirlər. Özləri ilə bacaranmırlar. Ona görə zəiflikdir, güclülük deyil. Bu ki, mən özüm biləm, yəni bacarmıram. Nəinki bacarıram, o zəiflikdir. Yəni, hələ məşq eləməlidir bu işə.
Oruc insanın iradəsini Möhkəmlər. möhkəmlədir. Həkim eləyir insanı. Kontrol eləsin qəzəbini. Bəli. Mərhum Allame Təbatəbaidən soruşurlar ki, Rəhmət eləsin. bu cənnətə getməyə müxtəlif mənzillər vardı. Məsələn, Hacı Abdullah Ənsari 100 mənzil kitabı yazıbdı. 100 mənzil. Mənazil-i sairində ona oxşardı. Şeyx Əttar Nişapuri 7 mənzil yazıbdı. O elə Məntiq-ü Teyr kitabı ki, quşların danışığıdır. O həqiqətdə quşların danışığı deyil. İnsanın Allaha yetişmə mənzilləridir. Rəmzi danışıqdır. Bu quşlar başlayırlar Qaf dağına getsinlər. Əvvəl naqədə idilər. Hər mənzildə azalırlar. Tövbə mənzilində biraz azalır, məhəbbət mənzilində biraz azalır. Orada 7 mənzil var. Axırda 30 dana qalır. 30 dana yetişir Simorğa. Bəli. Simorğun tərcüməsində yəni 30. Simur qazı bəli 30 İnsan quş. o vaxt ki özünü hesablamasa onda Allah'a yetişər. Bəli. 30 olsa 30'a yetişər. Özünü hesablamasa Allah'a yetişər. Hər halda mərhum Əllamədən soruşurlar ki, 7 mənzil, ya 40 mənzil, ya 100 mənzil Allah'a insan istəyir yetişsin, cənnətə istəyir çatsın, saadətə çatsın, fəlaha yetişsin, nə iləndir? Allamə burada bir danadır. Qədəmini qoya bilsin nəfsivə, o birisi qədəmini qoyarsan behişdə. Tamamı bu mənzillərin hamısı budur. Qədəmi qoya bilsin nəfsə. Kontrol eləyə bilsin şəhvət, qəzəb və xiyalı ki, bu nəfsin qüvvələridir bu 3 dana. Nəfsin ifrat qüvvələrini, qəzəbi demirik öldürəsən. Yox, ifrat təfritdən uzaq tutmalı. Kontrol eləsən, bu o birisi addımı qoya biləsən nə məniyə? Cənnətə. Ona görə orucun irsi hikmətdir. Həm hikmətdir nəzəri baxımdan, həm hikmətdir nə mənə baxımdan? Əməli, praktik baxımdan. Burada görürük ki, bəs orucu insan sadə tutmamalıdır. Ona görə hədislərimizdə bizim 3 cür oruc varımızdır. Siyamul qəlb, siyamul bədən, siyamul lisan. Orucu insan adi zahirdə görür, bədən orucudur. Amma bunun o ulvi məqsədə görə məşq eləyir axı. Əslində budur ki, insan hikmətli yaşasın və hikmətli düşüncəyə malik olsun. Deyir, dili də kontrol elə, dil orucu da tut. O da elə onun nəticəsidir. Bunlar hamısı hikmətdir. Sonra deyir, qəlbi də kontrol elə. Hədislərdə var ki, siyamul qəlbi anil fikri fil asam. Qəlb orucu budur ki, insan günahlara fikr eləməkdən də özünü uzaqlaşdırır. Təkcə dildə deyil. Dildə uzaqlaşıb artıq yuxarı bir mərhələyə qədəm qoyur. Siyamul lisan budur ki, insan dilini kontrol edir. Siyamul cəsəd budur ki, insan o bədənini, bədən tələbatını kontrol edir. Bunlar hamısı onlardır ki, insanda nə yaradır? İnsanda bir zat yaradır ki, o nəticəsi olur insana hikmət və insan olur bu orucun nəticəsində həkim. Minnətdaram Ustad. Belə oldu ki, orucun nəticəsi, irsi bizə hikmətdir. Aya bu dini qaynaqlarımızda təkcə orucun irsi hikmət olaraq bizə bəyan edilir, yoxsa digər irsləri də var? Zəhmət olmasa bu barəsində. Orucun irsiləri çoxdur. Quran təqvanı danışır, vasitə ilə kəraməti danışır. Orucun bir irsi də kəramətdir. İnsan bəzən günahdan əl çəkər qorxuya görə. Bəli. Yəni, Allahdan qorxur. Həqiqətdə də əlbəttə Allahdan qorxmaq bu mənada ki, Allah təhlükəlidir.
Allahdan qorxmağın bir mənası budur ki, insan öz əməllərinin nəticəsindən qorxur. Cəhənnəmin qorxusundan, bəzi günahlardan uzaqlaşır. Öz cəhənnəmdən də qorxmaq öz əməlinin nəticəsidir. Bəli. Yəni öz əməlindən qorxuram. Bəli. Bir bu, bir də Allahdan uzaqlaşmaqdan qorxuram. Yəni bu da fərqlidir. Bunun fərqlidir. Yəni insan Allahı tanısa, istəməz Allah əlindən versin. Necə ki bir aşiq məşuq istəməz əlindən versin. Qorxur Allahdan, xof, eşqi var, hobbi var. O qorxu ki məhəbbətdən irəli gəlir. Bir də o xofi ki o nemətlər içərisindədir, onlar əlindən çıxır. Hər ikisi də xofdur. Qorxur cənnət əlindən çıxır, qorxur cəhənnəmə düşər, qorxur Allahı itirər. Bəli. Amma bu sonuncu qorxu daha necə deyirlər, fəzilətli qorxulardır. Hər halda bu məsələ ki, insan günah eləmir, uzaqlaşır günahlardan qorxuya görə. Bəli. Bir budur. Bəzən insan bir dərəcəyə yetişər, daha əsən ürəyində o günaha nisbət maraq yoxdur. Meyli yoxdur həmin. Məsələn, o günahın o batini ilə tanış olubdur. Günahın o həqiqəti ilə tanış olub. Bilirsiniz, insan bəzi vaxtlar, adi insanlar da məsum olarlar nisbi. Heç vaxt bir insan kanalizasiya suyu içməz. Çünki bilir, tanıyır. O bilir, tanır. Heç vaxt mikrobu mikrob şəklində faydalanmaz. İnsan ruhu vaxtı təmizləndi, ruh olar kərim, ali cənab. O kəramətin bir nəticəsi budur ki, günaha etina eləməz. Nəinki günahdan özünü saxlayar. Bir günahdan saxlamaq var özünü, hələ bu nəfs ölməyibdir. Bəli. Nəfs istəyir, amma bu Allahı itirməsin həyatında, cənnəti itirməsin həyatında, cəhənnəmə düşməsin. Bu maneələr səbəbdir ki, bu nə olmasın? Düşməsin günaha. Özünü saxlayır günahdan. Bu özünü saxlayır. Amma bəzi insanlar özünü günahdan saxlamaq bəhsidir. Əsən günah aşağıdır, bunlar yuxarıdadırlar. Təthir ayəsinin təfsirində bir incə nüktələr var. İnnəmā yuridullah liyuzhibə ənkumur ritsə. Orada bəzi müfəssirlər buyurdular ki, niyə ifadə bücürdür? İnnəmā yuridullah liyuzhibə kumənir rits. Niyə demir? İnnəmā yuridullah liyuzhibə ənkumur ritsə. Deyir, bu iki dana insan günahdan uzaqlaşa bilər, ritsdən. Rits yəni çirkinlik günah. Bəzən qalxan olar. Bunu qalxan saxlayar. Ox vursun, qalxan qoymaz bu ox dəysin biləsinə. O aman təqvadır, o aman insan kontroldur, nizarətdir, bunlardır. Bəzən yox, yuxarıda uçar. Bir quşdur yuxarı, ox dəyməz ona. Heç oxdan yuxarıdır. O günah bataqlığına yaxın ərazidə deyil. Yaxın ərazidə Təqvanın vasitəsi ilə onunla qorusun. Bu yuxarı, bu olar kəramətdir. İnsan bəzən təqvə ilə günahdan uzaqlaşar, özünü saxlayar. Bəzən kəramət ilə günahdan uzaqlaşar. Əsən özünə yaraşıqlıq verməz. Bu yaraşmaz özünə. Özünə sığışdırmaz, o həndəvərdə dolansın, günah həndəvərində. Yaxşı, buna deyirlər kəramət. Ali cənablıq, kərim insan budur mənası. İnsan günaha nisbət kərim ola, yəni bu. Yəni orucluq insana ali cənablıq bağışlayır. Təqvanın yuxarısı kəramətdir. İnnə əkrəməkum indəllah ətqakum. Nə qədər daha çox təqval olsa, daha çox kəramət sizə gələr. Pəs bir mirasda çün oruc təqva gətirər, təqva da kəramət gətirər. Siz oruç tutun, ləəlləkum təttəqun. Şayət siz bu oruçda nə olasınız? Təqva olasınız. Şayət də bu xatirədir ki, insan bəzən fəqət ilə aclığı özündə tətbiq edir, susuzluğu, orucu o həqiqəti ilə tutmaz. Yəni insan bu cür qəbul eləməsin, elə mən oruc tutdum, zahiri oruc tutdum, o təqva hasil olar. Bəli, insan bəzən fəqət
təklif, o Allahın buyurduğu o saqit olar, öhdəsindən düşər. Şəri hökm üzərindən götürülür. Şəri hökm üzərindən. Bəzən yox. Şəri hökm üzərindən götürürlər. Heç fəlah gələr, rüşd gələr. Bəzən din savab qədəri insan başa düşər. Bəzən dini səlah qədəri başa düşər. Ondan salih olar. Bəzən insan dindarlıq eləyər, savabı çoxalar. Bəzən dindarlıq eləyər, salihləşər. Dindarlıq eləyər, fəlaha yetişər, rüşdə yetişər. Fərqlənir. İnsan bəzən biz orucu tutar ki, o orucun nəticəsi fəqət budur ki, daha Allah biləsinə qəza yazmaz. Bəli. Öhdəsindən götürüldü. Amma biləsən nur gəlməz. İnsan bəzən 12 ilə qəbul olar, 10 ilə qəbul olar, sinifi keçər. Amma məlumat olmaz. Məlumat yoxudur. Lazım olan qədər, bəli. Məlumat. O, bəzən namazdan o nur almalıdır, almaz. Oruc bəzən fəqət insana o Allahın verdiği o şəri hökmüdə vaciblik gedər. Ona görə Allah-u Teala buyurur, لَعَلَّكُمْ تَتَّقُونَ. Yəni siz oruc tutanda nizarətsiz olar, diqqətsiz olar ki, orucun nuraniyyəti sizdə qala. Orucun o ruhi və həqiqəti sizdə qala. Təqva gətirər. Təqva da gətirsə o ayə deyir, İnnə əkrəməkum indəllah ətqakum. Təqvanın nəticəsi kəramətdir. Bu iki ayəni bir-birinin yanına qoysan, orucun nəticəsi kəramətdir. Kəramət o ruha deyərlər ki, çıxıb yuxarıya. Vaxtı ruh çıxdı yuxarıya, xırdalıqlarda məşğul olmaz. Quran möminləri izah edəndə Müminin surəsində bir incə nüktəsi var orada. Buyurur, Əl-ləzinəhum fi səlatihim xaşiun vəl-ləzinəhum ənil-ləğvi mu'rizun. Deyir, mömin 9 sifəti var, namazında xuşusu olar, o hələ bizim mübahisəmizə aid deyil. Bir də ləğvidən eraz edir. Təfsir alimləri soruşurlar ki, niyə burada bu ifadə işlənibdir? Eləyə bilər desin, ləğvi tərk eləyər. Ləğv yəni boş iş. Boş iş. İnsan faydasız işi tərk edir. Deyir, o mömin o deyir ki, faydasız işi tərk edir. Mömin odur ki, faydasız işə ruhu da olmaya. Yəni rəğbəti də olmaya, marağı da olmaya. İnsan mümkünü bizadı tərk edir. İndi ictimai cəhətə görə deməsinlər, bu boş işə məşğuldur, ayrı cəhətlərə görə. Bu, hələ o müminin cərgəsinə girməyibdir. Müminin odur ki, ruhda o qədər dəyişiklik yarana, çıxa yuxarıya boş işi o ruha uyğun bilməyə. Özünə sığışdırmıyor. O, onlar eraz. Eraz bir qəlb halətidir. Nə fiziki halətdir. Tərk eləmək fiziki halətdir. İnsan tərk elədi, o işi görmədi. Bəzən insan görsən, tövbə eləməyib elə. Amma bir işi görmür. Çün həkim deyib, xəstələndirər bilir. Belə tövbə eləməyibdir, tərk edibdir. Mümkündür sağalandan sonra yenə də yerinə yetirsin. Maraq hələ var. Bəli. Günah yazılmır biləsinə, amma tövbə hələ eləmir. Bu, tövbə vacib diləsin. Bu, yeni günah eləmir. Çünə də tərk edibdir. Amma tövbə eləməyibdir. Tövbə odur ki, ruhən o işdən acığı gələ və qayda. İnsan da ləğv işə eraz ola. Kərim insan bütün çirkinliklara, bütün günahlara öcür baxar. Vaxtı insan o qədər ucaldı, ruhuna sığışdırmadı günahı. Daha bu bəhs cənnət bəhsi deyil, bu bəhs cəhənnəm bəhsi deyil, bu bəhs otda yanmaq, behişdə, savab bəhsi deyil, bu bəhslər deyil. Bu bəhs ruhun inkişafının bəhsidir ki, gör bu ruhunun sinxiyyəti yoxdur. İzzət tapır. Bu ruhunun uyğunluğu yoxdur. O zibildir yapışacaq bu ruha. Daha dərk elədi, o zibildir yapışacaq. Bu olar kəramət. İnsan kəramətlə günahdan uzaqlaşa. Kəramətlə günah eləməyə. Bu fərq edir. Hətta Quranda davranışlarda da bir söz var. Bəzi insanlar başqalarına cavab verməzlər. Kəramətə görə. Deyərlər, mən ondan ağız olmayam. Bu ayrı sözdür. Bu ayrı məsələdir. Orucun bir mirası da insanın həyatında kəramətdir. Necə heç bir mirasda insan həyatında təqvadır. Necə heç bir mirasda insan həyatında
o hikmətdir. Bunlar hamısı orucun o ülviliyini göstərir. Biz orucu o aşağı səviyyədə məna Təkcə eləməməliyik. yeməkdən çəkinmə, içməkdən Oruc ayrı çəkinmə bir bunlar deyil. məsələlər insanın həyatında yönəldir. Bir qəlb diriliği yaradır. Qəlbin yenidən bərpasını insan həyatında ülvi cəhətini yaradır. Amma bu təqva məsələsində bir ayrı bir nüktə də vardı. O da budur ki, təqva o məşq elədiyi halətdən insanda yaranar. İnsan məşq eləməsə yaranmaz. Bəzən insan bəzi malları gedib supermarketdən alar. İnsan məsələn kartof alır, nə alır? Təqvanın bir cür bazarda dükanı yoxdur, məğazəsi yoxdur. Təqvanı insan gərək yarada. Əldə edə. Əldə eləyə, təhsil eləyə. Nə ilə təhsil elərlər? Bir də bu üç insan iradəsini hey məşq elətdirə. Ona görə Quran deyir ki, oruc tut, təqvalı ol. Fəqət oruca aid deyər, bu geniş bir qanundur. Quran Bəqərə surəsinin 23-cü ayəsində deyir, ibadət elə təqva gəlsin. Oruc bir nümunədir. İnsan başqa sahələrdə də, məsələn, insan istəyir Allah yolunda bəxş eləməkdə ruhi rahat olsun. Kəramətlə bəxş eləyə bilsin. İnsan bəzən bəxş eləyər, amma ürəyi qalar o pulunda. Hələ pulundan geçməyibdir. Bəzən də peşman olar. Deyir, o kəramətlə insan bəxşiş edəmək, o budur ki, insanda təqvayı sədəqə yaranan. Təqvayı sədəqə nədir? Ardıcıl bu iş həyatında qoya. Hədislərimizdə var, bir əməl baləcə də olsa, ardıcıl olsa, insanın ruhuna xeyri var. O əməli ki, çox ola, amma az ola. Davamlı olmaya. Davamlı olmaya. Mələkə halına, o Adət halına, xasiyyət halına alınmıyor. Ona görə bir ayın da sirri vardır. Oruc, bir ay özünün sirri vardır. Yəni bir ayda insan ruhunu uyğunlaşdırır, xasiyyətlərini dəyişə bilir, elə bir öz xasiyyətini sındırır, formalaşmış, adiləşmiş həyatında o istəklərini, xasiyyətlərini, əxlaqlarını, davranışlarını sındırır, yeni bir özündə bərpa edir. Çox gözəl. Minnətdaram Ustad. İstifadə elədik. Allah Teala inşallah bu gözəl ayın hörmətinə həm kəramətin, həm hikmətin, həm təqvanı inşallah bizlərə nəsib etsin. Və beləcə növbəti verilişin də sonuna çatdıq. Hər ötən dəqiqə, hər keçən an bizləri bir daha bu ilahi ziyafətdən uzaqlaşdırır. Odur, hər bir anı, hər bir dəqiqəni fürsət bilib, lazımi şəkildə bu aydan, bu anlardan istifadə edək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Hər adını səsləyəndə kəlmələr ətir saçan müşk kimi ətrafa yayılır. Kaş bütün ağızlarla səni səsləyə biləydim. Yenə də sənə doğru addımlayıram. Hər bir səcdə, hər bir qılınc səni mənə sevdirir. Həyat səninlədir.